Her vaxtınız xeyirli olsun, değerli Kur'an dostları, hoş gördük sizleri. Bugün yine de bir nur çeşmesine, bir Hızır çeşmesine üst tutacağız. Kur'an-ı Kerim'in 113. suresi olan Felak suresiyle biraz onun hüdutlarına, serhetlerine, bu sureyle biraz temas etmeye çalışacağız. İnanırıq ki, hayatımızın dört bir tarafında olan ve bize zarar vuran, aynı zamanda hayat yolumuzdaki üç büyük düşmanı yeniden bu surenin vasıtasıyla tanıyacağız. Aziz insanlarımız, önce malumunuz olsun ki Felak suresi, Nes suresi, Mevzeteyn olarak sığınma sureleri adlanmıştı. Bu surelerin vasıtasıyla Hz. Muhammed Aleyhisselatü Vesselam, o kainat mektebinin büyük müellimi, Rabbimizin Habibim dediği büyük zat, ümmetine ciddi dersler vermiş, sığınmanın tek yegane kaynağı Rabbimiz olduğunu göstermişti. Biz bu dünyada yaşayırıq, hayat yolumuzda bizim önümüzü kesen üç düşmanımız var. Biri dahilimizdeki nefsimiz, biri içinde yaşadığımız dünyamız, biri de bu dünyanın içerisinde yaşayan, bazen de bizim içerimize hücumlar, tehditler eden, vesvese eden hannes, yani iblis, şeytan ve onun hevarileri. Değerli insanlarımız, Felak suresinde Uca Yaradan Bismillahirrahmanirrahim, Rahman ve Rahim olan Allah'ın adıyla dedikten sonra bir kul ile sure başlayır. Geçen sohbetlerimizde vurguladığımız gibi Uca kitabımızın kul ile başlayan 5 suresinden biri de Felak suresidir. Aslında kul gale fiilinden götürülüp, yani demek de aslında emrini verir. Gale dedi, yakul deyir. Kul sen de ey Muhammed aleyhissalatü vesselam. Kul e'udhu bi rabbil felak. Aziz insanlarımız, felak sübh çağına, özellikle birçok manası olan bu kelimenin burada hususi bir yeri, hususi bir meziyeti, hususi bir ağırlığı var. Yani dan yerine, aslında dan yerini yaradana, dan yerinin Rabbine sığınıram de. Neden insan sığınır? Niye sığınır? Min şerri ma halaka. Yarattığı məhlukatın şerrinden Allah'a sığınmak. Aya ümumi bir kapı açıp insana təlim ve birçok hakikatleri öğreden sonra bizi başa salır ki, yaşadığın bu hayatın içerisinde bildiğin ve bilmediğin, gördüğün ve görmediğin, kenarda ve dahilinde birçok şerli megamlar var ki insan ayık olmalı, oyanmalı ve bu təlelere, bu puskulara düşmemelidir. Ve Felak suresi de tabii ki öz okuyucusuna, mümin insana onun elinden tutup hayatın zirvesinden yaşadığımız bu hayatı seyrettirir. Ve Uca Yaradan bize hitabını devam ettirir. Yarattığı varlıkların şerrinden. Ayanın sonunda ise alabileceğimiz ders min şerri ve min şerri gasikin ize vokab deyir. Yani gece her şeyi örttüğü zaman, aslında her şeyi örten gecenin şerrinden. Değerli dostlar, ifade elediğimiz kimi, gece de gündüz kimi Allah'ın yarattığı, Rabbimizin var ettiği insan hayatı için olmazsa olmaz müstesna nimetlerden biridir. Sadece gece eteğiyle her şeyi örttüğünden sonra insanın kalbinde bir korku yaranır. Çünkü gecede insan görmür, geceni insan sezebilmediği için, içerisinde ne olduğunu derk edebilmediği için ondan ürpenir, korkur ve çekinir. Elbette ki gecenin içerisinde birçok şeyler var. Vəhşi hayvanlardan tutun, vəhşi kuşlara, haşeratlara ve insan yolunu kesen cellatlara kadar birçok şerli varlıklar, şerlatanlar tabii ki planlarını, programlarını gece icra ederler. Ve Uca Yaradan kulunu aslında böylece özüne sığınmağa, gerçek qalaya üst tutmağa, istiqamət almağa dəvət edir. Ama
Burada əsas önəmli məsələ odur ki, qulum, sən bilməlisən ki, hər şeyə qadir olan, hər şeyə gücü çatan bir Rəbbə sığınırsan. Ya sığınmaq bir ibadətdir. İnsan Rəbbə təvəkkül etdi, sığındı, hər şeyə gücü çatan Allaha üz tutdu mu və təbii ki, insan mənən qüvvətlənir və güclənir. Belə də sığınma nəticəsində böyük bir qüdrətə pənah aparır və o şərli məxluqların şərrindən canını xilas eləmiş olur. Ayənin davamında biz bir həqiqəti də görürük ki, sadəcə bu qaranlıq bir zahir qaranlıq deyil. Əslində insanın ən böyük qaranlığı, ən qorxunç düşmanı onun daxili dünyasındakı nəfsidir. Nəfsin qaranlığı insanın ruhunu, insanın ağlını, insanın bütün duyğularını qorxunç bir hala getirir. Odur ki, ağlı nəfsin həbsxanasından çıxarmaq, insanın öz duyğularını nəfsin girdabından xilas eləmək əslində böyük bir qəhrəmanlıq, əslində içə qarşı, daxili dünyamıza qarşı cihadımız, mücadiləmizdir. Odur ki, insan biraz öncə ifadə elədiyimiz kimi həyatında önünü kəsən üç böyük düşmandan biri də onun daxili dünyasındakı nəfsi olduğunu fərqinə varmalıdır. Nəfsi kiçik saymayaq, sanmayaq. Bəzən ola bilsin bir kibrit də kiçikdir. Amma siz onunla dünyanı yandırarsınız. Odur ki, bizi içərdən, daxildən çöküzdürən, bizə egonu, kibiri, təkəbbürü və bir çox mənəvi xəstəliklərin toxumlarını aşlama imkanı verən daxilimizdəki nəfisdir. Biz onu görmürük. Nə işlə məşğul olduğunu, necə bizim daxili dünyamızı tarmar elədiyini görə bilmirik. Amma uca yaradan insana bir bəsirət gözü verib ki, insan öz dünyasına endikcə öz qəlbini də görə bilir, ruhunu da seyr edə bilir və eyni zamanda o qorxunç düşmanı, onun hücumlarını, taktikalarını da, yəni nəfsin hüdudlarını, sərhədlərini də təyin edə bilir. Dəyərli dostlarımız, biz Fələq surəsindən danışırıq. Fələq surəsi əslində bu fikirləri, bu düşüncələri bizlərə ilham edir. Almamız lazım olan dərsləri bu surədən götürməmizi bizə tövsiyə edir və yaxud da əmr edir. Ayənin davamında وَمِنْ شَرِّ النَّفَّثَاتِ فِي الْعُقَدِ Bir də düyünlərə üfürən insanların, xüsusən ayədə daha çox qadının üzərində nəffəsət olaraq, nəfəsə feilindən, nəffəs əslində kişiyə, nəffəsətun xanıma, nəffəsət də cəm haldadır. وَمِنْ شَرِّ النَّفَّثَاتِ فِي الْعُقَدِ Düyünlərə üfürən insanların şərrindən Rəbbə sığınacağıq. Əziz insanlarımız, bir qrup insanlar var ki, onların işi, peşəsi bir ailə ocağını söndürmək, bir dostluq bağlarına olan insanların arasına girib fitnə fəsad salmaq, sehirlə, cadu ilə, pis işlərlə məşğul olub, insanların psixoloji vəziyyətlərinə, onların mənəvi hallarına, onların xoşbəxtlik hisslərinə qarşı qənim kəsirlər. Əlbəttə ki, sehirbazlıq dinimizdə yaramaz bir hal və cadugarlığı Allah Rəsulu qadağan eləyib və Quran-ı Kərimdə bununla bağlı surədə də göstərilir ki, bu yanlış və bu çox çirkin bir işdir və yer üzünün xəlifəsi olan insan daha ali bir işlər görmək əvəzinə bəzən ülvi işlərini, müqəddəs və qüdsü əməllərini tərk edir və çox kiçik işlərin içərisinə əhsən-i təqvimdən əsfələ safilinə enərək və belə şeytana alət olur və bu dünyada həyatını tarmar eləyir. Dəyərli dostlarımız, Fələq surəsi bizə bu düyünlərə üfürüb insanların həyatı ilə oynayan şərlatanların da etdiklərindən Rəbbə sığınmanı bizə göstərir və bunun ən gözəl yolunu, üsulunu, metodunu bizə anladır. Çünki elə şeylər var ki, insan ona gedib qarışdığı, bulaşdığı zaman, onunla təmas etdiyi zaman öz şəxsiyyətini də kiçildir. Və beləcə o çirkin insanlardan, çirkin yollardan, çirkin fikirlərdən kənar qalmaq insan ruhunu təmiz saxlayır. Və beləcə qəlbi və ruhu pak olan insanlar da Rəbbimizə yaxın olar. Və Fələq surəsinin mühtəvasında, ruhunda bizə ilham olunan həqiqətlər, sirlər, təbii ki, içərisində bu hikmətləri də görə bilirik. Aya sonra bizi yeni bir mərhələyə götürür. وَمِنْ شَرِّ حَاسِدٍ İzə həsədə deyir. Bir də həsəd edənlərin şərrindən Allaha sığınırıq. Bu 5 ayənin içərisində son nöqtə çox vurucu bir yerə gətirib çıxarır. Əslində həsəd insan ruhunun əslində xərçəngidir. Həsəd Həzrəti Adəm babamızın ocağına
Habil ve Kabil arasındaki münakişelere sebep olan bir hastalık. Yani bu merezin çok geçmişi var. Qədim dövrlərə qədər gedib çıxır və o gündən bu günümüzə qədər çox dostluq bağlarını qoparıb, çox ailələrin içərisinə nifaq salıb və şeytanın çox zəhərli silahlarından biridir. Ona görə həsədi insan doğru tanımalı, həsədlə bağlı bu mərəzin müalicəsi üçün çox ciddi tədbirlər görməlidir. Ola bilsin ki, bir insan çox zəngindir və yaxud da kürsüsü var və yaxud da imkanları var, elm adamıdır. Ola bilsin ki, bir alimin içərisində həsəd duyğusu olsun. Ola bilsin, zəngin adamın içərisində həsəd duyğusu olsun. Ola bilər ki, bu həsəd xəstəliyi fəqir bir adamın içərisində olsun. Yəni, bu xəstəlik, bu adam alimdir, bu cahildir, bu zəngindir, bu fəqirdir deməz. Bu pandemiya, bu virus əslində musallat olduğu ciyəri yerindən qoparır. Və sevgili Peyğəmbərimiz Aleyhisselatü Vesselam bir hədis-i şərifində vurğuluyor ki, həsəd bir insana əgər tutulduğu zaman hədis bu şəkildə ifadə edir. Deyir ki, odunu yeyib yox elədiyi kimi, həsəd də insanın daxili dünyasındakı bütün xeyirli işləri yox eləyir. Dəyərli dostlarımız, biz buradan görürük ki, həsəd kimi bir mərəzə mübtəla olmuş insan ömrünün sonuna qədər etdiyi bütün ibadətlər hamısını bir evin içərisinə yığırsa, həsəd ateşi ilə onları yandırıb yox eləyir. Bu baxımdan mömin insan istiqamətə qədəm qoymuş bir adam üçün bu surələr çox önəmli və mühüm qapıları bizə açır və eyni zamanda Rəbbin rəhmət qapısının qarşısında boynumuzu bükəcək bir hala getirir və beləcə bizi başqalarının əlinə baxmaqdan, başqalarının işləri ilə məşğul olmaqdan xilas eləyir və bizə çox önəmli bir şəxsiyyət qazandırır. Odur ki, Fələq surəsi əslində, dəyərli dostlar, eniş səbəbi olaraq ravilərimiz göstərirlər ki, sevgili Peyğəmbərimiz Aleyhisselatü Vesselam'a bir gün o çirkin insanlar daha fərqli bir yol seçib ona təsir eləməyə çalışıblar və sehir kimi bir bəlanı Peyğəmbərimizə yönətməyə cəhd ediblər və uca yaradan da həm Nəs, həm də Fələq surəsini endirməklə bu çirkin işləri, planları ortaya qoyan adamların yollarını kəsib və ümmətin qorunması üçün, mühafizə olunması üçün təbii ki, bu Məvuzateyn 2 qorunma surəsini endirmişdi. Biz Nəs surəsi haqqında keçən bölümümüzdə sizinlə kifayət qədər ondan ala biləcəyimiz dərslərlə bağlı söhbətlər etmişdik və bugün isə Fəlaq surəsinin, bu möhtəşəm surənin aynasında biraz öz həyatımıza baxma imkanımız oldu. Dəyərli dostlarımız, təbii ki, imkan daxilində Qurandan dərslər mövzumuz davam edəcək. Gələn görüşlərə qədər Allaha əmanət olun.